Ve cənablar, Tanrı sizi bərxudar və bəxtiyar eyləsin. Tarixi bir kəlam var. Mal mənimdirsə, kəramətinə bələdəm. Yəni, eşşək mənimdirsə, kəramətinə bələdəm. Dədə Bala Əliyevlər 56-57 ildir ölkənin başında bu xalqa necə divan tuturlar onu biz bilirik. Hətta dünyanın hansı hegemon devlətinin başında hansı hegemon lider varsa sırazı onun qucağına hoppanmağı da biz həmişə görmüşük. 6-7 nəsil insanlarımıza divan tutan bu yaramazlar sanki eve giren bir mətbəx kilisası Siçovuldan, Siçandan heç fərqlənmir. Değerli vətənlərim, Siçan necə evin, ailənin riskini, ruzisini uğurlayırsa, adı da Siçandırsa, siçib batırırsa, bax sizin İlham Əliyevinizdə belədir. Xalqın sərvətini uğurlayır, ölkəyə sıçıb batırıbdır. Hər neysə, bu öz yerində. Değerli vətənlərim, bildiyiniz kimi İran savaşı başladı. İran, İsrail, Amerika ve savaşın ilk başlarında Amerika'ya tərəf oldu. Değerli vətənlərim, sonra Naxçıvana bir oyun qurdular. İranı təhqir elədi İlham Əliyev. Sonra da Azərbaycandan qaçdı. İranı təhqir elədi, Azərbaycandan qaçdı. Ümumiyyətcə, gələndə də Bakıya tərəf gələ bilmədi. Son günlərdə İlham Əliyev Şamaxı və Şamaxıdan sonra pırtlayıb deşikdən, Siçan deşiyindən çıxdığını gördük biz. Özüm özümə şübhələndim ki, mən bu İlham Əliyevi tanıyıramsa, bu qədər qorxaqdırsa, İran da belə hədələdirsə bunu, bu ortaya elə-belə çıxanmaz. Bu kimsə zəmanəti ilə çıxır ortaya. Hələ yaxtaların yanması məsələsi də İran məsələsi deyildi. Bu da bir xəyanət ola bilərdi. Burada İsrail barmağı ola bilərdi. Hər neysə, bugün çözüldü, sirr açıldı. İlham Əliyev görür ki, İran yenilmir. İlham Əliyev U dönüş edibdi. Bütün dünya mətbuatı bundan yazır. İlham Əliyev Azərbaycanda İsrailin, Türkiyənin silah texnologiyası, özümüzün silah texnologiyamız daxil Rusiyanın da silahlarını Azərbaycan üzərindən İrana soxur. Biz də deyirik, bu İran niyə dillənmir son günlərdə? Biz də deyirik, İlham Əliyev nəyəcəb İranın qorxusundan, deşiyindən çıxdı. Sən demə, İlham Əliyev silah daşıyırmış İrana. Paho, mən deyəndə ki, o bir dənə quş olur, quş. Hansı oğlan biraz xod gedəndir, qolu kabadayıdır, qoldan güclüdür, qorxuludur, sınaz onun qoynuna girir ha. Bax, İlham da belə təhlükəli adamdır. Neysə, birazdan canlı yayımda hər şeyi açıb qoyacağım ortaya. Gəlin canlı yayıma, değerli vətənlərim.